Salam, əziz 9-cu sinif şagirdləri. Hal-hazırda sizə 12 aprel 2026-cı ildə 9-cu siniflər üzrə keçirilmiş buraxılış imtahanının ingilis dili suallarını izah edirəm. Dinləmə mətni hal-hazırda əlimdə olmadığına görə ona aid sualların cavabını izah edə bilmirəm. Ona görə də başlayırıq short tekstlərdən, yəni 5-ci sualdan. Əziz hekayə yazarlar, ədəbiyyatla bağlı daha çox şey öyrənməklə maraqlanırsınızmı? Onda bizim ədəbiyyatın əsasları kursumuza qoşulun. Bu şənbə günü saat səhər 10-da. Siz burada uşaqlar üçün hekayə yazmağın asan metodlarını öyrənəcəksiniz. Kurs hər kəs açıqdır, 18 yaşdan yuxarı olan hər kəsə. Bacarığınızı artırmaq şansını əldən verməyin. Qeydiyyatdan keçin və heç bir ödəniş olmadan kursda iştirak. A variantı. Kurs uşaqlara hekayə demə qabiliyyətlərini inkişaf etdirməyə kömək eləyəcək. Hekayə danışma yox, hekayə yazma və uşaqlara yox, 18 yaşdan yuxarı insanlar üçündür. A variantı yanlışdır. B variantı. Cəmiyyət hekayə yazarlar üçün pulsuz kurs təşkil edir. Tamamilə düzdür. Biz heç bir ödəniş olmadan cümləsini oxumuşduq ən sonuncu sətirdə. Cavab olur B variantı. C variantı. Ədəbiyyatın əsasları kursu kiçik miqdarda ödəniş tələb edir. Xeyr, ödənişsizdir. D variantı. Cəmiyyət uşaqlara necə hekayə yazmağı öyrətmək istəyir. Uşaqlara yox, böyüklərə, yəni 18 yaş üzəri üçündür. Y variantı kurs hər 6-cı gün, il ərzində hər 6-cı gün baş tutacaq. Xeyr, yalnız bu 6-cı gün idi. Ona görə də Y variantı səhvdir. Cavab olur B variantı. 6-cı sual. Əziz müştərilər, biz istərdik ki, sizi məlumatlandıraq ki, bizim mağazamız bugün erkən bağlanacaq, günorta saat 5-də, dərin təmizləmə və tikinti üçün. Zəhmət olmasa, bundan əvvəl alış-verişi bitirməyinizdən əmin olun. Başa düşdüyünüzə görə çox sağ olun. A variantı. Sabah mağaza bağlı olacaq. Xeyr, sabah yox, bugün bağlı olacaq 5-dən sonra. B variantı. Tikinti sabaha qədər davam edəcək. Xeyr, bugün olacaq yalnız. C variantı. Mağaza meneceri endirimlə bağlı. Xeyr, endirim yoxdur. D variantı. Müştərilər saat 5-dən sonra bazarlığa başlaya bilərlər. Xeyr, 5-ə qədər eləməlidirlər. Cavab olur Y variantı. Müştərilərə 5-ə qədər bazarlığı bitirmək xahiş olunur. Tamamilə düzgündür. 7-ci sual. Əziz Sara, təşəkkür edirəm mənə riyaziyyat tapşırığında keçən həftə kömək elədiyin üçün. Mən testdə əla nəticə göstərdim sənin köməyinə görə. Gələn həftə mənim final imtahanım var fizikadan və bir yerdə gəl çalışaq. Ən xoş arzularla Emma. A variantı. Sara istəyir ki, Emma ilə görüşsün. Xeyr, Emma məktub yazıb Saraya. B variantı deyir ki, Sara Emmaya uğur arzuluyur. Xeyr, Emma Saradan kömək istəyir. B də yanlışdır. C variantı. Emma fizikada yüksək nəticə göstərdi. Xeyr, riyaziyyat idi. D variantı. Emma Saraya riyaziyyatda uğurlu olmağa kömək elədi. Emma Saraya kömək eləməyib, Sara Emmaya kömək eləyir və buna görə Emma ona təşəkkür edir və gələn həftə üçün kömək istəyir. Y variantı düzgün cavabdır. Emma Saradan fizikanın öyrənilməsində ona kömək eləməyini xahiş edir. Tamamilə düzgündür. Cavab olur Y variantı. Baxırıq mətnin suallarına. 8-ci sual. Komodo əjdahaları. Burada düzgün cavabım C variantıdır. Dillərində qoxu hissi var. Tamamilə düzdür. Və biz o hissəni 1-ci paragrafın sonuncu cümləsində oxumuşduq. A variantı yanlışdır. 1 metrə qədər böyüyə bilir. Xeyr, 3 metrə qədər böyüyə bilir. Bu 1-ci paragrafın orta hissəsindədir. B variantı yanlışdır. 4 kilometrdən uzaq bir-birlərini 4 kilometr məsafə saxlayırlar. Xeyr, 4 kilometrdən uzaqda onlar ovladıqları heyvanı görə bilirlər. B də yanlışdır. D variantı bir-birinə hücum eləmirlər. Xeyr, təhlükəli heyvanlardır və bir-birlərinə hücum eləyirlər. Hətta böyük olan balacanı da yeyir. Y variantı çəkidə yüngüldürlər. Xeyr, ağırdılar. Ağırlıqla bağlı panda ilə eyni çəkidədir və bu da 1-ci paragrafın orta hissəsinə verilib. 9-cu sualın düzgün cavabı Y variantıdır. Onlar ov eləyərkən necə ov eləyirlər və biz həmin hissəni ov hissəsi 2-ci paragrafın ortalarında verilib. Onlar tanınır təhlükəli ov tərzinə görə. Onların zəhər olur ağızlarında. Bu zaman ovladıqları heyvanı öldürə bilirlər. Bu da təbii ki Y variantındadır. Onlar ağızlarındakı zəhərdən istifadə edirlər heyvanları öldürmək üçün. Cavabım olur Y variantı. 10-cu sual. 10-cu sualda düzgün cavabımız A variantıdır. Komodo əjdahaları İndoneziyadan gəlib. Xeyr, İndoneziyadan yox, Avstraliyadan gəlib, İndoneziya gəlib. Təbii ki, düzgün cavabım olur A variantı. 11-ci sual düzgün cavab C variantıdır. Mətn nə haqqındadır? Ən böyük heyvanlardan biri haqqında idi. Tamamilə düzdür.
Baxırıq 13-cü suala. 13-cü sualda düzgün cavabımız 1 və 4-dür. Birinci sualda, birinci cümlə, Komodo Milli Parkı 20-ci əsrin sonunda yaradılıb, tamamilə düzdür, 1980-ci ildə yaranmışdı. Və dördüncü, Komodo dragonlar, əjdahaları qorunma altındadır. Bəli, qorunma altındadır. Çünki 3-cü paraqrafda to protect them, onları qorumaq üçün milli parkın yaradıldığı deyilir. Tamamilə düzgündür. 12-də cavabım olur 1-4. 13-cü sual antonim istəyir, noisy səs-küylü. Təbii ki, burada cavabım olur D variantı. 14-cü sual decide-dan sonra mütləq to gəlməlidir. Düzgün cavabım 1 və 3, to sell və not to sell. Cavab olur 1, 3, yəni C variantı. 15-ci sual boşluqdan sonra açıqası simgəli və mütləq mənə asılı yiyəli əvəzliyi lazımdır. A və Y variantlarını çıxıram. İkinci sərfdə isə isim olmadığına görə asılları çıxıram. Düzgün cavabım olur B variantı. 16-cı sual mübtəda xəbər uzlaşmasıdır. One of xəbərini təkdə tələb eləyir. Ona görə bir tamamilə düzgündür. 2 isim ofisimdən ofdan əvvəlkinə baxırıq. Ofdan əvvəlki təkdədir deyə is olması düzdür. 3-də mübtədam cəmdir, was yox, were olmalı idi deyə səhvdir. 4 isim ofisimdə ofdan əvvəlki cəmdədir, is yox, are olmalı idi. Düzgün cavabım 1, 2, yəni D variantı. 17-ci sual sənin 4-cü sinif müəllimin kimdir deyə soruşur ki, o da cavab verir ki, Mrs. Smith-dir. 18-ci sual at the moment indiki davam edici zaman zərfidir. Singer üçüncü şəxsindəki təbii ki is singing, düzgün cavab B variantı. 19-cu sual bağlayıcı. Biz çox yaxşı oynadıq, lakin qələbə qazana bilmədik, qazanmadıq, yəni cavab olur A variantı. 20-ci sual bu qış mən qalacam, xalam gildə. Burada house sözü düşüb, lakin yenə də ev mənasındadır və bu zaman biz mütləq burada at işlətməliyik. 2 həftə müddətinə təbii ki forla, düzgün cavabımız olur C variantı. 21-ci sual məhsul növü istəyir. Məhsul növdə mütləq biz to be və plus V3-ü tapmalıyıq. Birinci sualda to be işlənməyib, ikinci cümlədə to be yoxdur, üçüncü cümlədə to be yoxdur, dördüncü cümlədə to be var, lakin özündən sonra V3 gəlmədiyinə səhvdir və düzgün cavabım Y variantı to be plus V3. 23-cü sual məndən definition'dır. To make a loud cry, yüksək səs çıxarmaq, yəni qışqırmaq. 2-də olur. A-da olur 2. B-də to feel something that will happen, pis bir şey baş verəcəyini düşünmək, təbii ki narahat olmaq. B-də olur 1. To put one thing over another thing, to hide, gizlətmək üçün bir şeyi başqasının üzərinə qoymaq, təbii ki üstünü örtmək. 3-də C-yə uyğun gəlir. 1B, 2A, 3C cavab olur Y variantı. 23-cü sual əzəzin arasında mütləq adi dərəcə işlətməliyik. Adi dərəcə R-S-li mormosun olmadığı variantdır. Təbii ki düzgün cavabım D variantı. 24-cü sual definition'dır. Show something that is true, bir şeyin düz olduğunu göstərmək, təbii ki sübut eləmək, proof. To make somebody a little angry, bir kəsi biraz əsəbləşdirmək, təbii ki annoy, bezdirmək, əsəbləşdirmək. 1-ə uyğun gəlir. To make somebody feel afraid, bir kəsi qorxmağına səbəb olmaq, təbii ki qorxutmaq, frighten, C-yə uyğun gəlir. 1B, 2C, 3A. Cavab olur B variantı. 25-ci sual mənfi mənalı söz istəyir. Embarrassed, utancaq, özünə qapanı, mənfi mənalıdır. 1-i götürürük. 2-ni çıxırıq, çünki dinc, süssevər, müsbət mənalıdır. Confident, özünə inamlı, müsbət mənalıdır. Creative, yaradıcı, müsbət mənalıdır və disrespectful, hörmətsiz. Təbii ki, kobud, hörmətsiz. Cavab olur 1-5. Baxırıq esseyə. Esseydə fikir veririksə, nənə və baba divanda oturub kitab oxuyur, ailə isə piknikə getmək qərarına gəlir və hər şeyi səbətə yığırlar, piknikə yollanırlar, lakin piknikdə səbət yaddan çıxdığını görürlər və bundan məyus olurlar. Biraz sonra isə baba və nənənin səbəti də götürüb piknikə gəldiklərini görürlər və bundan çox xoşbəxt olurlar. Gəlin buna uyğun belə bir essey yazaq. Əvvəlcə başlayırıq. Günəşli bir gün idi. It was a sunny day. Jane'in ailəsi piknik eləmək qərarına gəldi. Jane'in ailəsi, Jane's family decided to have a picnic. Onlar birlikdə yeməkləri və içkiləri səbətə yığdılar. Onlar yığdılar. They put all food and drinks into a basket. Bu zaman nənə və baba divanda oturur və kitab oxuyurdu. At this time, Grandpa
and grandma were sitting on the sofa and reading books. Onlar nənə və babanın piknikə gəlməyini istədilər, xahiş elədilər. Lakin nənə və baba razılaşmadı. Onlar xahiş elədilər. They asked grandma and grandpa to come to the picnic, to come. Onlarla birlikdə together with them. But they didn't agree. Amma onlar razılaşmadılar. Bundan başqa yaza bilərik ki, onlar hər şeyi deməli maşının baqajına qoydular və piknikə yollandılar. Onlar qoydular hər şeyi into the car or car's baggage deyə bilərik and went away. Onlar deməli piknikə gəlib çatanda səbəti gördülər ki, səbəti unudublar. When they arrived, they saw that the basket was missing. Yəni səbət yaddan çıxıb. Buna görə çox məyus oldular. So they became disappointed. Amma elə bu zaman nənə və babanı gəldiyini gördülər. Onlar səbəti də gətirmişdilər və buna görə çox xoşbəxt oldular. Elə bu zaman at this time they saw that grandpa and grandma came with the basket. So beləliklə ailə çox xoşbəxt oldu. So the family became very happy. Əziz 9-cu siniflər, eseyimiz hazırdır. Təxminən 85 üzəri söz oldu. Sizdən xahişim videonu bəyənin və səhifəyə abunə olmağı unutmayın ki, növbəti video izahları qaçırmayasınız.